bu programa bizi davet eden kurumlara ve Azerbaycan hükümetine teşekkür ederiz. Forum bədii hissə ilə davam etdi. Vüsale Məhəmmədzadə, Paris Şıxalizadə, AzTV Xəbər. Böyük Qayıdış proqramının icrası davam etdirilir. Bugün Xankəndi şəhərinin Kərkicahan, Xocavənd rayonunun Hadrut qəsəbələri, Şuşa rayonunun Böyük Qaladərəsi, Cəbrayıl rayonunun Şükürbəyli, Xocalı rayonunun Ballıca, Badara və Xanabad, Ağdərə rayonunun Çıldıran, Vəngili və Həsənriz kəndlərinə ümumilikdə 58 ailə qayıdıb. Bugün Xankəndinin Kərkicahan qəsəbəsi daha 8 ailə, 34 nəfəri qarşılayıb. Onlar üçün yurt həsrəti bitib. Çox qürurluyam öz vətənimdə, öz elimdə, öz obamda. Düzdür, Azərbaycanın hər bir güşəsi vətənimdir, amma doğulduğum, boya-başa çatdığım torpağımdayım. 4 yer dəyişmişəm. Mən orduda olmuşam. Ailəmi gətirib qoymuşam Ağdamda. Qayıtmışam orduya, bir də Şuşada yaralanan sonra sahiyyətim imkan vermədi. Gəlmişik indi öz vətənimizə, öz torpağımıza. Bir gün sevincimin həddi-hüdudu yoxdur. Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 7 ailə, 28 nəfər qayıdıb. Bugün onlar üçün də sevincli və əlamətdar gündür. Çünki uzun illərdən sonra yenidən doğma vətənlərindədir. 30 yaşında çıxdım, indi də 65 yaşında qayıtdım. Çox xoş hisslər keçirirəm, çox gözəl hisslər keçirirəm. Vətənimizdir, öz doğma elimizdir, öz torpağımızdır. Çox xoşdur bizim üçün. Bəli, gözümün, belə deyərdim, irəli baxan gözlərimdə bir gözüm sevinç, bir gözüm kədərlə kədərlənir. Sevinç göz yaşım odur ki, 30 il həsrətin çəkdiyimiz, atalarımız, babalarımız həsrətin çəkdikləri, lakin qovuşmadıq torpaqlara, yenidən geri dönüş elədik. Həsrət göz yaşımsa bu mənimlə bir ömür boyu davam eləyəcək. Çünki mən bir şəhidin xanımı olaraq qürurla irəliyə getməliyəm və şəhidimin hər zaman yarım qalmış arzularını gerçəkləşdirməliyəm. Hər iki yaşayış məntəqəsi müasir tələblərə uyğun şəkildə yenidən qurulur və mərhələli şəkildə geri dönən sakinlərini qarşılayır. Bugün həm də Xocavənd, Şuşa, Xocalı və Ağdərəyə növbəti ailələr qayıdıb. Elnur Tofiq, Elmin İsfəndiyarov, Elgün Qəmbərov, Elnarə Həsənova, AzTV Xəbər. İndi isə günün iqtisadi yenilikləri ilə tanış olacaq. Həmkarım Sədaqət Süleyman studiyadadır. Salamlayıram sizi, Sədaqət. Salam, Lalə. Xəbərlər nələrdən ibarətdir?